Dövlət Bayrağı Muzeyində veteranlarla məktəblilərin görüşü keçirilib. Dövlət Bayrağı Muzeyində vətənpərvərlik, vətən sevgisindən başlayır adlı tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Dövlət Bayrağı Kompleksi İdarəsinin fəaliyyətini əks etdirən film nümayiş olundu. Çıxış edən muzeyin direktoru Könül İmanverdiyeva dedi ki, tədbirin məqsədi məktəblərə milli vətənpərvərlik örnəyi olan veteranlarımızı tanıtdırmaq, onların keçdiyi qəhrəmanlıq yoluna nəzər salmaq, həmçinin gənclərin vətənpərvər ruhda böyüməsi üçün böyüklərin tövsiyələrini dinləməkdir. Veteranlar da tarixi qəhrəmanlıq səhifələrini bir daha vərəqləyib məktəblərə dəyərli məsləhətlərini verdilər. Çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdilər. Şagirdlərin suallarını da cavablandıran veteranlar Azərbaycan xalqının igid, qəhrəman xalq olduğunu dedilər. Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Tədbirdə veteranlar, güc strukturlarının nümayəndələri və əhalinin iştirakı ilə "Mən Azərbaycanlıyam" şüarı altında dövlət bayrağının rəmzi qaldırılması mərasimindən hazırlanan video çarx da nümayiş olundu. Ramin Qurban, Bəxtiyar Babayev, Zərifə Qurban, xəbərlər.